الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ووصينا الإنسان بوالديه حملته أمه وهنا على وهن وفصاله في عامين أن اشكر لي ولوالديك إلي المصير. Sadakallahu azim. Muhterem Müslümanlar, dinimizin tələblərindən biri də valideynə hörmət və onlara yaxşılıq etməkdir. Qur'an-ı Kerimdə və hədis şəriflərdə bu tələb dönə-dönə vurgulanır. Qur'an-ı Kerimin bir neçə ayəsində Allaha itaətdən sonra valideynə hörmət və yaxşılıq əmr olunmuşdur. Məsələn, Bəqərə surəsinin 83-cü ayəsində, Nisa surəsinin 36-cı, Ənam surəsinin 151-ci və İsra surəsinin 23-cü ayəsində Allah'a ibadətdən sonra ata-anaya yaxşılıq etmək bizdən tələb olunur. Loğman surəsinin 14-cü ayəsində isə Allah-u Teala özündən sonra ata-anaya təşəkkür bildirməyimizi əmr edir. Allah-u Teala belə buyurur. Biz insana, ana-atasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu bətnində çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə 2 il ərzində olur. Mənə və ata-anana şükür et. Axır dönüş mənədir. Əziz möminlər, valideynə hörmət və yaxşılıq məsələsi hədislərdə də geniş yer tutur. Məsələn, cihadda iştirak etmək istəyən və bu barədə Allah Rəsulü ilə məsləhətləşən bir səhabiyə Həzrət Peyğəmbər belə söyləmişdir. Anan varmı? Həmin şəxs bəli deyə cavab verdi. Allah Rəsulü buyurdu, elə isə ona hörmət et, çünki cənnət onun ayaqları altındadır. Valideynə ehtiramı əmr edən dinimiz onları incitməyi və üzlərinə ağ olmağı qəti qadağan etmişdir. Allah Teala İsra surəsinin 23-cü ayəsində belə buyurmuşdur. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşayıb, qocalığın ən düşkün çağına yetərsə, onlara uf belə demə, üstlərindən qışqırıb ad söz söyləmə, onlarla xoş danış. Allahın elçisi də bir hədisində şirk və günahsız insanı öldürmə ilə yanaşı, valideynin üznaha olmağı böyük günahlar arasında saymışdır. Əziz müsəlmanlar, əslində valideynlərimizə qayğı bizim üçün bir neymət, cənnəti qazanmağımız üçün əsas fürsətdir. Onlara yaxşı baxsaq, nəvaziş göstərsək, razı salsaq, bu Allahın razılığına gətirib çıxaracaq ki, nəticədə qiyamət günü əməl dəftəri sağ tərəfdən verilənlərdən olacaq inşallah. Əks halda halımız necə olacaq? Allah Resulü sallallahu aleyhi ve sellem valideynin övlad üçün fürsət olduğunu bu hədisi vasitəsilə bizə çatdırır. Vay olsun o şəxsə, vay olsun o şəxsə, vay olsun o şəxsə ki, valideynlərindən biri ya da hər ikisi onun yanında yaşlansınlar və həmin kəs cənnətə gelə bilməsin. Dinimizin valideynə hörmət və yaxşılıq tələbi hətta o həddə qədərdir ki, onlar müşrik olsalar belə, o şəxs öz ata-anasına insani və yaxşı münasibət bəsləməlidir. Həzrət Peyğəmbərin Məkkənin fəthində Həzrət Əbu Bəkir radiyallahu anh'ın atası Əbu Quhafə ilə olan söhbəti bəhs etdiyi mövzuya gözəl nümunədir. Dəyərli möminlər, valideynə hörmət Azərbaycan xalqının ən ümdə mənəvi xüsusiyyətlərindəndir. Bu səbəbdəndir ki, valideynə məhəbbət, valideyn-övlad münasibətləri şifahi və yazılı xalq ədəbiyyatımızın, dastan və nağıllarımızın əsas mövzularından birini təşkil edir.
Məsələn, Dədə Qorqud xalq dastanında valideynə hörmət etmək, onların qayğısında qalmaq mühüm yer tutur. Bu dastanda ana haqqı Tanrı haqqı kimi qəbul edilir. Dahi şairimiz Nizami Gəncəvinin Məcnunun dili ilə ana haqqına dair söylədikləri xalqımızın valideynə məhəbbətinin parlaq təzahürüdür. Əziz möminlər, xutbəmizin sonunda xatırlatmaq istəyirik ki, valideynə hörmət və yaxşılıq Rəbbimizin əmridir. Bu səbəbdəndir ki, onlara qarşı yaxşı münasibət bizə bu dünya və axirət xoşbəxtliyini qazandıracaq, pis rəftar isə Allahın qəzəbinə səbəb olacaq. Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Allah Cəllə Cəlalın razılığı valideyni razı salmaqla əldə edilir, onun qəzəbinə valideyni qəzəbləndirməklə düçar olunur. Hər bir müsəlman çalışmalıdır ki, valideynin razılığını qazansın və onların xeyir duasını əldə etsin. Valideynin duası isə rədd olunmaz. Bu müjdəni bizə Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisində aşağıda söylədiyimiz kimi şəkildə vermişdir. 3 dua vardır ki, bunlar şübhəsiz qəbul olunar. Məzlumun duası, qonağın duası və atanın övladına etdiyi dua. Ələ innə əhsənə kələm və əbləğən nizam. Kələmullahi məlkil azizil alləm. Kəmə qələllahu təbarəkə və teala fil kələm. Və izə qurəl Qur'an fəstəmi'u ləh və ənsitu ləalləkum turhamun. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnə dinə indəllahi İslam. Elhamdülillah hamden kamiline ve salatu ve selamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Ta'azimen li nebi ve tekrimen safiyyih. Fekal azze ve celle min qailin muhbiren ve amra. İnna Allah ve melaiketehu yusalluna ala nebi. Ya eyyühellezine amenu sallu aleyhi ve sellimu teslima. Labeyk Allahümme salli ala seyyidina Muhammed ve ala seyyidina Muhammed kema sallayta ala İbrahim ve ala İbrahim. İnneke hamidun mecid. Allahümme barik ala Muhammed ve ala Muhammed kema barakta ala İbrahim ve ala İbrahim. İnneke hamidun mecid. Allahümme ahfir ümmet Muhammed. Allahümme ahfaz ümmet Muhammed. Allahümme asur ümmet Muhammed. Allahümme aslih ümmet Muhammed. Allahümme faric an ümmet Muhammed. Allahümme ecma' ümmet Muhammed. Allahümme erham ümmet Muhammed. توفنا مسلمين وألحقنا بالصالحين اللهم احشرنا في زمرة الصالحين. إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون.